Salam, hörmətli tamaşaçılarımız, xoş gördük sizi yenidən həftə sonu sərbəst müzakirə verilişində. Bugün də yenə siyasi mövzuları müzakirə edəcəyik və studiyamızın qonağı var. İstəyirəm əvvəlcə qonağımızı təqdim edəyəm. Hüquqşünas və ictimai fəal Naşir Orduxanov. Xoş gəlibsiniz bəy. Salam Azər bəy, xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. İzləyicilərinizi də salamlayıram buradan. Çox sağ olun bəy. Bugün biz bir neçə mövzuya toxunacaq. Bilirik ki, son dövrlər əslində Gürcüstanda siyasi proseslər heç bir zaman səngiməyib. Yəni biraz balaca dövlət olsa da, amma daima siyasi proseslər həmişə aktiv vəziyyətdə olubdur. Son dövrlər isə fərqli bir proseslər hökm sürür. Hansı ki, illər ərzində biz belə bir şeyləri müşahidə etməmişdik. Keçmiş nazirlərin korrupsiyada ittiham olunması, saxlanılması, araşdırılması, onlara cinayət işlərinin açılması kimi prosesləri müşahidə edirik. Daha sonra müxalif partiyaların ləğvi məsələsi gündəmə gəlib, artıq bilirik ki, Konstitusiya Məhkəməsinə hakim Gürcü Azad Partiyası müraciət edib və s. Bütün bu mövzulara toxunmaq istəyirik. Elə ilk öncə istəyirəm keçmiş məmurların araşdırılması və korrupsiyada ittiham olunmaları məsələsinə toxunmaq istəyirəm. Necə düşünürsünüz? Nə baş verdi ki, yəni bu uzun illər ərzində, dediyim kimi bayaqda qeyd etdim, bizim ölkəmizdə biz belə bir tendensiyanı müşahidə etməmişdik. Bəlkə də olurdu, çox aşağı təbəqəli məmurlar ola bilərdi, amma belə yüksək təbəqədə olan keçmiş baş nazir, hökumət rəhbəri olan və hakim partiyaya daha yaxın olan insanların bugün istintaqa cəlb olunması və araşdırılıb evlərindən külli miqdarda vəsaitin götürülməsi kimi prosesləri görməmişdik. Necə düşünürsünüz? Nələr baş verdi ki, bu hadisələr də baş verdi? Bəli, doğrudan baş verən proseslər maraqlıdır. Həqiqətən də biz son illər belə bir şeylərin şahidi olmamışdıq. Keçmiş baş nazirin, hətta deyərdik 2 il bundan əvvəl ölkənin baş naziri olmuş bir şəxsin belə küllü miqdarda korrupsiya hallarından adının hallanması, onun ittiham olunması bizim ölkəmiz üçün yaxşı bir hal deyil ilk öncə. Ona görə ki, həmin insan 6 il, 7 il ölkənin baş naziri olub, müdafiə naziri olub, daxili işlər naziri olub və sonunda ortaya çıxır ki, məhz onun belə bir böyük korrupsiya hallarından belə deyək, işi var imiş, səndən onun belə törətdiyi əməllər var imiş və bu ortaya bir çox suallar çıxarır və indiki baş nazirlə bağlı da, indiki hökumət adamlarıyla bağlı da insanlarda suallar yaranır ki, məhz onlar şəffaf işləyirlərmi, yoxsa onlardan belə korrupsiya işlərindən məşğuldurlar. Həmçinin keçmiş baş nazirdən əlavə olaraq keçmiş müdafiə naziri, hansı ki 2021-2024-cü illərdə müdafiə naziri idi. Həmin şəxs də məhz saxlanılıb, hal-hazırda həbsxanadadır. Ondan sonra keçmiş DTX rəhbəri biz bilirik ki, onun haqqında da ittihamlar səslənir, onun yaxın qohumları məhz həbs olunub, onun evində də axtarışlar gedir və yenə ortada küllü miqdardan puldan söhbət gedir və bu proses ümumiyyətcə Gürcüstanın beynəlxalq ictimaiyyətdə də imicinə böyük bir zərbə vuracaq. Xüsusilə onu vurulmaq istəyirəm ki, son illər, hətta deyərik son 20 il ərzində Gürcüstan beynəlxalq korrupsiya indeksində həmişə ön sıralarda olurdu korrupsiya ilə mübarizədə və ortaya belə bir halın çıxması artıq bu indeksdə Gürcüstanın geriləməyinə gətirib çıxaracaq. Məhz ortaya çıxacaq ki, sən demə Gürcüstanın baş naziri bu qədər pulları mənimsəyirmiş, bu qədər kirli pulların yuyulmasında iştirak edirmiş. Sən demə Gürcüstanın müdafiə naziri hərbiçilər üçün alınacaq avadanlıqları daha baha qiymətə 2 qat, 3 qat qiymətə alırmış. Sən demə Gürcüstan DTX-sının rəhbəri bu proseslərdə iştirak edilmiş və s. Yəni bu baxımdan ölkənin imici baxımından bu yaxşı bir hal deyil. Amma digər baxımdan da biz bunu qiymətləndirə bilərik ki, məhz ölkədə digər bütün siyasətçilər də, baş nazirlər də, nazirlər də bilməlidirlər ki, məhz onlar da əgər korrupsiyaya qarışsalar, onlar da nə vaxtsa öz cəzalarını mütləq alacaqlar. Yəni bu proses nə zamansa başlamalı idi da, belə deyək. Yəni bəli, bu korrupsiya ilə mübarizə prosesi nə zamansa başlamalı idi, sanki indi başladı. Bəli, yəni demək istədiyim o ki, bu digər siyasətçilərə, digər vəzifədə olan şəxslərə də bir növ gözdağı olmalıdır. Qaldı ki, Qaribaşvilinin məhz niyə əvvəllər yox, indi belə deyək, saxlanılması və ittiham olunması. Təbii ki də bunun arxasında bir çox siyasi səbəblər məhz var və bu siyasi səbəblər heç bir əsaslara dayanmır deyə bilərik. Sadəcə olaraq iddialara dayanır. Bidzina İvanişvili və Qaribaşvili arasında yaranmış bir qalma-qaldan dolayı bütün bunlar belə deyək, ortaya çıxdığını biz tez-tez eşidirik və görürük mediadan və təbii ki də gələcək günlərdə bu proseslər, hətta gələcək aylarda bu proseslər necə davam edəcək, ortaya daha nələr çıxacaq, biz onu da görəcəyik. Amma mən onu da vurğulamaq istəyirəm. Yəni bu qədər milyonlarla lari pul yeyicisində adı hallanan
kirli pulun yuyulmasına adı hallanan baş nazir sadəcə 1 milyonlar girov müqabilində azadlığa buraxıldı. Mən fikirləşirəm ki, o mütləq şəkildə həbs olunmalı idi və ümid edirəm ki, gələcək məhkəmələrdə məhkəmə bunu mütləq baxacaq və bu verdiyi qərarı yenidən dəyərləndirəcək. Yəni deyirsiniz ki, istintaqın proseslərinə təsir eləyə bilər, yəni eşikdə olduğuna görə. Yəni necə bilirsiniz, yəni bu qədər küllü miqdarda puldan söhbət gedə bilirsə də, bu o deməkdir ki, həmin insan olduqca təhlükəli bir insandır və o bu əməllərinə çöldə yenidən davam edə bilər. Ola bilər onun başqa harca pulları var və o pulları artıq ölkədən çıxarda bilər və s. Yəni bu bir hüquqi bir prosedurdur. Məhz bundan irəli gələrək normalda hüquqda belə ağır cinayət törədən şəxslərə məhkəmə hər zaman həbs qəti imkan tədbiri görür. Əsas səbəblər gizlənə bilər, yeni cinayət əməllərinə davam edə bilər, şahidlərə təzyiq göstərə bilər və s. və keçmiş baş nazir də məhz digər cinayətçilərdən fərqlənmədiyi üçün ona görə də mən fikirləşirəm ki, belə qərarın verilməyi daha ədalətli olardı. Naşir bəy, ümumiyyətlə müxalifətdə və bəzi ekspertlərin iddiası var ki, bu proses əslində öz başına baş vermədi. Bayaq da siz ötəri toxundunuz, yəni partiya daxili, hökumətin daxilində də müəyyən bir problemlər yaşanıbdır. Xüsusən biz bilirik ki, bir müddət öncə Qərb Gürcüstana qarşı çox sərt mövqe nümayiş etdirirdi. Hətta sanksiyalarla bağlı tez-tez bəyanatlar verilirdi. Hətta müəyyən sanksiyalar tətbiq olundu. Bəzi məmurların Avropaya vizasız səyahətindən bağlı. Eyni zamanda Zina İvanişvilinin müəyyən məbləğdə pulları, vəsaiti donduruldu. Və belə bir zamanda, yəni bu ekspertlərin və ya müxalifətin iddiasıdır ki, həmin dövrdə baş nazir İrakli Qaribaşvilinin istefa ərizəsi yazması və bu İvanişviliyi qəzəbləndirib. Yəni belə bir iddia var ki, İvanişvili deyib ki, həmin dövrdə yəni gözləməlisən, bu dəqiqə elə bir dövrdür ki, sənin istefa ərizəsi yazman bizim üçün yaxşı hal deyil. Və bundan sonra deyilənə görə daxili mətbəxdə bir gərginlik yaşanıb. Bununla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə biz 2012-ci ildən bu yana baxsaq, Gürcü arzusunun hətta qurucuları, həmin dövrdə onlarla koalisiyada olan bir çox şəxslər növbə ilə partiyanı tərk elədilər, bəzi müxalifətə getdi, bəzi ümumiyyətlə siyasətdən getdi və s. və s. Yəni bu günə qədər bu proses həmişə davam edir, yeni qoşulanlar olur, partiyadan ayrılanlar olur. Ən son biz 2020-dən bu yana baxsaq görərik ki, məhz keçmiş baş nazir Georgi Qaxariya baş nazir ikən hələ postunu tərk elədi, müxalifətə qoşuldu, partiya qurdu. Ondan sonra İrakli Qaribaşvili yenə baş nazir ikən postunu tərk elədi və postunu tərk eləmədən 1-2 il keçməmiş o da məhz belə deyək, bu şəkildə saxlanıldı və ağır ittihamlarla qarşılaşdı. Təbii ki də bu siyasətdir və siyasətin içində belə şeylər əlbəttə ki olur və Gürcüstan siyasəti üçün bu elə də yad bir şey deyil ki, siyasi intiqamlar alınsın. Məhz biz bilirik ki, 2012-ci ildə hakimiyyət dəyişəndən sonra da keçmiş Daxili İşlər naziri, baş nazir məhz saxlanıldı, həbs olundu, 7-8 il həbsxanada qaldı. Hal-hazırda keçmiş prezident Saakashvili həbsxanadadır. Yəni belə həbslər hər zaman olur. Bu bəzən siyasi intiqam xarakteri daşıyır. Bəzən doğrudan da həmin şəxslərin vəzifədə olduğu vaxtlarda törətdiyi əməllər olur və o sadəcə siyasi intiqam çərçivəsində törətdiyi əməl var. Bu əlbəttə ki var. Yəni bu gün belə deyək, gətirib zorla Qaribaşvilinin üzərinə korrupsiya ittihamı atılmır. Yəni böhtan atılmır. Bu var. Sadəcə belə deyək də, hər kəs bilir ki, müəyyən korrupsiyalar nazirlərdə, məmurlarda bu olur, baş verir. İndi böyüklüyü, kiçikliyi məsələsi var, təbii, miqdar məsələsi var. Amma buna göz də yumulurdur bəzi hallarda, amma bugün göz yumulmur. Bu baxımından ki, belə iddialar səslənir. Düşünürəm ki, eyni zamanda da bayaq qeyd elədik, amma bu bir yerdə bu korrupsiya ilə mübarizə başlamalıdır. Bu Gürcüstanın da beynəlxalq təşkilatlarda nüfuzu üçün də çox önəmlidir. Bəli, siz düzgün qeyd elədiniz. Zaten İrakli Qaribaşvili baş nazir olarkən onun bahalı saatları, onun həyat yoldaşına hektarlarla meşə əraziləri verməyi, nə bilim, övladlarının dövlət təyyarələri ilə səyahət etmələri tez-tez gündəmə gəlirdi və bu hər kəs üçün bəlli idi ki, məhz o belə deyək, qanun pozuntuları eləyir. Amma hal-hazırda onun belə ittihamlarla üzləşməsi bir siyasi qarşıdurmanın mı nəticəsidir? Ola bilər, məntiqlidir, bu da ola bilər. Amma yəni siz qeyd eləmişkən, əgər ortada bir cinayət varsa da mütləq o cəzasını almalıdır. Artıq bu cəzasını almaq siyasi intiqama görədir, nəyə görədir? Bu məncə ikinci belə deyək,
arxa planda qalmalıdır. Ona görə ki, məsələn, ortada bir cinayət var, bu cinayəti törədən şəxs öz cəzasını almalıdır. Həmçinin başqa şəxslər əgər varsa cinayət törədiblər, onları belə gözləmək lazımdır ki, nəsə siyasi bir səhv eləsinlər. Onlar da məncə cəzasını almalıdırlar və mən buna görə məsəl üçün İrakli Qaribaşviliyə heç bir nəsə bir simpatiya və yaxud da nəsə bir siyasi məhbus kimi mən onu görmürəm. Mən o adam cinayət törədib və o cinayətin cəzasını mütləq şəkildə almalıdır və başqa burada belə deyək, söhbət məncə eləmək olmamalıdır. Nə də ona hər hansı bir həmrəylik göstərilməməlidir. Aydındır. Əlbəttə ki, göstərilməməlidir. Belə deyək, o pullar büdcədən mənimsənilib və o büdcədə hər birimizin, hər bir vətəndaşın belə deyək, vəsaiti hesab olunur. Ölkənin vəsaitidir, iqtisadiyyatımızın vəsaitidir. Ötən gün baş nazir İrakli Kobaxidze açıqlama verdi ki, həmin məbləğlər, xüsusən də 20 milyonları dövlət büdcəsinə qaytarılacaq və bu da təbii dövlət büdcəsində yaranan bəzi kəsirlərə kömək edəcək. Ümumiyyətlə, bayaq dedik ki, son dövrlər tək keçmiş baş nazir deyil də, bir sıra məmurlara da belə deyək, istintaq başladılıb və küllü miqdarda korrupsiya yeyintiləri aşkar olunur. Necə düşünürsünüz? Proses doğrudan da bu sürətlə davam edəcəkmi? Hətta bizim regionlara da gəlib çıxa bilərmi? Biz bilirik ki, kifayət qədər yerli strukturlarda, yerli bələdiyyələrdə də korrupsiya olmamış olmaz. Bunu indi demirik 100% var, amma bilirik ki, ola bilər və olması böyük, belə deyək, çox böyük şübhələr var. Necə düşünürsünüz? Ümumiyyətlə, bölgələrə də bu proses sirayət edə bilərmi? Yəni, ümumiyyətlə, mən qeyd etmək istəyirəm ki, son dövrlər istər Gürcüstan Daxili İşlər Nazirliyi, istər Gürcüstan Baş Prokurorluğu olduqca fəal çalışır. Xüsusilə narkotiklə mübarizədə olduqca fəal çalışırlar, korrupsiya ilə mübarizədə olduqca fəal çalışırlar. Məsələn, narkotiklə mübarizədə qeyd edə bilərik. Sadəcə son 2-3 ayda biz görürük ki, 250 kiloqram, 300 kiloqram, nə bilim, 280 kiloqram narkotik vasitələr saxlanılır və onlar 100 milyonlarla lari dəyərindədirlər bunların miqdarı. Ondan əlavə olaraq narkotik alverçilərinə qarşı tez-tez xüsusi əməliyyatlar keçirilir. Mən nə bilim son dövrlər xatırlamıram bu qədər tez-tez narkotiklə mübarizə əsasında insanlar saxlanılır. Vətəndaşların ölkədən çıxarılması, qanunsuz yaşam. Bəli, deportasiya prosesləri sürətlənib. Həmçinin korrupsiyaya qaldıqda korrupsiya mənim fikrimcə və korrupsiya bir nömrədə, ikinci nömrədə narkotik qeyd edə bilərik ki, bir dövlətin ən böyük düşmənləridir. Çünki korrupsiya insanların cibini soyur, insanları kasıblaşdırır, infrastrukturu keyfiyyətsiz eləyir, geri salır. Narkotik isə insanların həyatını məhv eləyir, insanların sağlamlıqlarını məhv eləyir. Buna görə də məhz bu iki cinayət əməlinə qarşı ölkədə başlanılan əməliyyatlar məncə yaxşıdır, alqışlanmalıdır və mən ümid eləyirəm ki, məhz bu əməliyyatlar bizim regionlarda da keçirilər, bizim bələdiyyələrdə də keçirilər, audit yoxlayar, DTX yoxlayar, baş prokurorluq yoxlayar ki, məhz bizim regiondakı məmurlar nə qədər şəffaf işləyirlər, layihələr nə qədər şəffaf həyata keçirilir, tenderlər nə qədər şəffaf həyata keçirilir və əgər bir cinayət əməli törədənlər varsa da və olmaması sözsüz ki, ola bilməz. Buna şübhələr var və ümid edirik ki, bu əməliyyatlar bizim bölgədə də olar və korrupsiyaya əli bulanmış bütün məmurlar cəzalanar və bu hər kəsə dərs olar ki, məhz vətəndaşın öz halal pulundan verdiyi vergilər məhz vətəndaşın özünə xərclənməlidir, onun güzaranına xərclənməlidir və heç bir məmur onu, o haram pulu oğurlayıb, aparıb öz övladlarına yedizdirməməlidir. Aydındır bəy, demək olar ki, artıq məncə digər mövzumuza keçsək yaxşı olardı, vaxtı nəzərə alaq. Ümumiyyətlə, partiyaların ləğvi məsələsində bayaq qeyd elədik. 3 müxalif partiyanın ləğvi ilə bağlı müraciət olunub Konstitusiya Məhkəməsinə və hakim partiya iddia edir ki, yəni bu partiyalar qanuna zidd fəaliyyət göstərirlər və ümumiyyətlə bu partiyalar ləğv olunarsa və ölkədə siyasi proseslər nizama düşə bilər. Sizcə bu nə dərəcədə düzgündür və ümumiyyətlə prosesin sonu nə ola bilər, necə ola bilər? Bəli, bu məsələ bir neçə gündür ölkənin əsas gündəmidir və bu məsələ ilə bağlı mən onu qeyd edə bilərəm ki, yəni bu çox qəliz bir məsələdir. Çünki əsas ana müxalifət partiyaların ölkədə bağlanılması bu demokratiyaya çox böyük bir zərbədir. İnsanların
belə deyək, siyasi fikir ortaya qoymasına, söz azadlığına çox böyük bir zərbədir. Mən ümid edirəm ki, Konstitusiya Məhkəməsi bu müraciətə çox ciddi bir şəkildə baxacaq və dəyərləndirəcək bunu. Çünki bu Gürcüstan tarixinin bəlkə də Konstitusiya Məhkəməsində baş tutmuş ən önəmli məhkəmə duruşmalarından biri ola bilər. Çünki bir partiyayı qadağan eləmək, xüsusilə Axali kimi, nə bilim, Lelo kimi, Vahid Milli Hərəkat Partiyası kimi partiyaları qadağan eləmək, hansı ki, onların çox böyük bir seçiciləri var, onların Vahid Milli Hərəkat Partiyası hakimiyyətdə olub, Lelo Partiyasını yenə son seçkilərdə iştirak eləyirdi, olduqca belə deyək, tez-tez gündəmə gələn bir partiyadır. Bunların ləğv edilməsi ölkə demokratiyasına böyük bir zərbə olar və Konstitusiya Məhkəməsi üçün bunları ləğv eləmək çətin olar və hakim partiyanın əlində nə kimi əsaslar var, nə üçün müraciət edir. Təbii ki, bu bizlər üçün hələ bəlli deyil. Biz məhkəmə duruşmasını izləyəcəyik və orada partiyalar özlərini necə müdafiə edirlər, hakim partiyanın əlindəki əsaslar nədir? Bundan sonra biz biraz aydınlana bilərik. Amma mənim şəxsi fikrimcə, yəni partiyaların bağlanmağı üçün yetərli əsas yoxdur ölkədə. Çünki əgər belə bir şey olsaydı zaten çoxdandan o partiyalar məhz bağlanardılar. Çünki Vahid Milli Hərəkat Partiyası nə bilim bəlkə 90 neçənci ildən qurulub, Saakashvili tərəfindən hakimiyyətdə olub və neçə ildir də müxalifətdədir. Bundan əlavə olaraq partiyaların bağlanmağı üçün gərək partiyalar Gürcüstanın müstəqilliyinə təhdid yaradalar, nə bilim Gürcüstanı müharibəyə itələyərlər və s. kimi və yaxud da konstitusional asayişi pozalar, yəni bu kimi ağır ithamlarla partiyaları itham eləmək çox çətindir və bunu sübut eləmək çox çətindir. Dediklərinizlə ittiham olunurlar elə. Bilirəm, amma nə kimi əsasları var bunların, biz onları bilmirik. Yəni əgər partiyalar gedib Rusiya ilə və yaxud da nə bilim başqa bir ölkə ilə danışıqlar aparıblar ki, məhz Gürcüstanın müstəqilliyini ləğv eləsinlər, oraya qoşsunlar, bəli bu konstitusiyanın pozulmasıdır. Əgər belə deyək, həmin partiyalar belə deyək, ölkədə hakimiyyəti devirmək istəyirlərsə güc yolundan, düzdür, çıxışlar olub, xüsusilə 4 oktyabrda belə bir hadisə oldu mu? 4 oktyabrda bütün partiya liderləri həbsdəyirlər. Həmin partiya liderlərini məhz həmin aksiyanın təşkilatçılığında ittiham eləmək, onları orqanizator kimi irəli vermək çox çətin. Çünki insanlar həbsdədir və həbsdən o prosesi idarə eləmək çox çətindir. O prosesi idarə edən şəxs kimi Burjuladze və onunla bərabər bir neçə nəfər artıq saxlanılıblar və onları bu partiya ilə artıq partiyanın lideri kimi irəli sürmək, partiyayı idarə edən şəxs kimi irəli sürmək və ya qərar verən şəxs kimi irəli sürmək nə qədər düzgün olar mən bilmirəm və bunların hamısını biz Konstitusiya Məhkəməsində görəcəyik və məncə Konstitusiya Məhkəməsi Gürcüstan tarixinin, bir daha qeyd edirəm, ən önəmli qərarlarından birini verəcək və onun verəcəyi qərar Gürcüstanda demokratiyanın belə deyək, ayaqda qalmağı üçün və ya artıq yerə yıxılmağı üçün bir seçim olacaq. Və mən ümid edirəm ki, bizim ölkəmizdə demokratiya yıxılmaz və partiyalar ləğv olunmaz. Yəni düşünürsünüz ki, Konstitusiya Məhkəməsi bu məsələdə yəni partiyaların ləğvinə imkan verməyəcək. İmkan verməyə bilər. Demirəm verməyəcək. Verməyə bilər. Çünki bir çox məsələlərdə, xüsusilə prezidentin impeachment məsələsi var idi. Konstitusiya Məhkəməsi bildirdi ki, impeachment olunmalıdır, amma parlamentdə səs çoxluğu yetmədi. Ondan əlavə olaraq qanunların hamısı Konstitusiya Məhkəməsinə şikayət olunmuşdu. Xarici agent qanunu. Ondan əlavə olaraq seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunmuşdu. Bu seçki nə qədər konstitusiyaya uyğundur və bunların hamısında məhz gözlənilən qərarları Konstitusiya Məhkəməsi vermədi. Yəni şikayətləri belə deyək, qəbul etmədi. İndi necə olacaq bilmirik. Yəni yenə nə qədər olmasa ümidimizi itirməsək yaxşıdır və nə qədər olmasa orada olan insanlar da hüquqşünaslardılar. Yəni ən azından onlarda da bir belə deyək, hüquqi baxış var, bir dəyərləndirmə var və onlar bu dəyərləndirməyi eləyəcəklər. Amma dediyim kimi partiyaların özünün müdafiəsi də olduqca önəmli rol oynayacaq burada. Ümumiyyətlə müxalifət partiyalarının bugünkü fəaliyyətini necə qiymətləndirə bilərsiniz? İstər mərkəzdə, istərsə də regionda. Partiyaların fəaliyyətinə qaldıqda ümumiyyətlə biz dönüb keçmişdən baxmalıyıq partiyaların fəaliyyətinə. Xüsusilə mən bizim region kontekstində məhz vurğulamaq istəyirəm ki, biz keçmişə dönüb baxsaq 2016-cı ildə görürük ki, məhz müxalifət partiyalarına ən çox səs və müxalifət partiyaları üçün ən böyük mübarizə məhz bizim regionda gedir. Biz bilirik 2016-cı ildə Marniyolda baş verən prosesləri, Marniyolda məhz insanlar seçkilərin saxtalaşdırılmaması üçün necə belə deyək, mübarizə aparırdılar. Biz bilirik ki, həmin seçkilərdə 3-4 adam saxlanıldı, xüsusi əməliyyat keçirildi. Qızıl Havzada məntəqəyə silahlı spetsinazlar gəldi, xüsusi təyinatlılar gəldi. Ondan sonra biz 2018-ci ildə baxırıq ki, yenə həqiqətən də mübarizə gedir. Vətəndaşlar o müxalifəti dəstəkləyirlər. 2020-ci ildə həmçinin biz qeyd edə bilərik ki, müxalifəti insanlar dəstəkləyirlər, amma 2020-ci ildən sonra artıq müxalifət bizim regionda zəifləməyə başladı. Məsələn, müxalifətin zəifləməyinin səbəblərindən birisi ondan ibarət idi ki, məsələn insanlar baxdılar, gördülər ki, bunlar illərdir müxalifəti dəstəkləyirlər, ancaq müxalifətdən bir geri dönüş ala
ala bilmirlər. Misal müxalifəti dəstəkləyən illərdə bizim regionda insanlar var idi. Misal adlarından danışılır. Aqil Mustafayev var idi. Məsələn, Aqil Mustafayev bu il sadəcə Saqrebulaya düşə bildi. Amma Aqil Mustafayev bəlkə də 2012-ci ildən, 2013-cü ildən müxalifət üçün mübarizə aparırdı. Və bu illər ərzində Aqil kimi bir gənc Saqrebulaya düşə bilmədi. Və insanlar baxırdılar ki, misal üçün Vahid Milli Hərəkat Partiyasından Samir İsmailov var idi. Misal çalışırdı, mübarizə aparırdı, amma Samir İsmailova nəsə dəyər verilmirdi. Misal 2016-cı ildə Samir İsmailov parlamentə düşə bilmədi. 2017-ci ildə Saqrebulaya düşdü, ondan sonra partiyadan ayrıldı və demək olar ki, partiyadan heç bir xeyir görə bilmədi. Əhməd İmamquliyevin özünü biz görə bilərik ki, Vahid Milli Hərəkat Partiyasından ayrıldı, Avropa Gürcüstanına getdi, sonra Saqrebulaya gəldi. Amma yenə nəsə mərkəzi partiyadan bir dəstək ala bilmirdi və Əhməd İmamquliyev çox tək görünürdü. Yəni sadəcə Əhməd İmamquliyev sanki regionda partiyayı ayaqda saxlayırdı öz güclərini. Məsələn, insanlar bunu gördülər və artıq 2020-ci ildən sonra xüsusilə Abdullah İsmailovun parlamentdə deputat olması və heç bir iş görməməsindən sonra insanların demək olar ki, müxalifət partiyaları olan bütün inamı yerlə bir oldu. Artıq 2020-ci ildə misal üçün 21-ci ildə başlayın yerli bələdiyyə seçkilərində insanlar tamamilə əmin oldular ki, müxalifət partiyaları olduqca zəifdirlər, regiona lazımi diqqət ayırmırlar və biz bunu nə ilə açıqlaya bilərik? Biz bunu bununla açıqlaya bilərik. Misal, Marniyulidə bir nəfər şəxs, yaşlı bir kişi idi, namizəd oldu. Heç o kişinin mən adı da yadımda deyil. Və o insan namizəd, hansı ki, Marniyulidə Vahid Milli Hərəkat Partiyasının olduqca aktiv üzvləri var idi. Eldarı deyilsin. Bəli, Aqil var idi, nə bilim, Azad Kərimov var idi və bir çox şəxslər, hansı ki, onlar mer namizədi olaraq biz bilirik ki, mübarizəyə qoşulub, ön cəbhədə vuruşa bilərdilər və hətta uduzsalar belə, sonra mübarizəyə davam edə bilərdilər. Amma həmin bəy seçkidən sonra neynədi, nə iş gördü, indi hardadır, heç xəbərimiz yoxdur. Anidən gəldi və sonra getdi. Bəli, Bolnisdə misal orta yaşlı bir dənə kişi namizəd oldu, adını belə xatırlamıram və adam seçki bitdi, adam yoxdur ortada. Seçkidən öncə də yox idi, seçkidən sonra da yoxdur. Və 2021-ci ildə Bolnisdən 5-6 nəfər misal müxalifətdən Saqrebulaya adamlar düşmüşdü, deputatlar və 2021-ci ildən 2025-ci ilə qədər onlar 4 il Saqrebulada deputat oldular və o 4 il ərzində o insanlar nə etdilər, nə iş gördülər, bir intervyular varmı, bir çıxışları varmı, yoxdular ortada. Həmin illər ərzində Dəlilər kəndində RMC məsələləri oldu, Gülavir kəndində RMC məsələləri oldu, Bolnisdə bir çox məsələlər oldu. Arxılı kəndində olan məsələlər və s. kimi və o insanlar ümumiyyətlə nə mediada görünmürlər, nə bizim problemləri səsləndirmirlər və s. Uşaq bağçalarının tikilməyi ilə bağlı Bolnis bələdiyyəsində tarixdə ilk dəfə 2 dənə petisiya verildi. Səhv eləmirəmsə biri Faxralı idi, digəri Darvaz idi və bununla bağlı o insanlar heç bir şey eləmədilər. Hətta bizlə əlaqə belə saxlamadılar ki, gəlin bir mən də imzalayım. Heç imza atın bir vətəndaş kimi uşaq bağçaları tikilsin. Və mən bir vətəndaş olaraq və digər insanlar vətəndaş olaraq bu insanlara baxır və deyir ki, yaxşı bunlar deputatdılar Saqrebulada, bunlar bizim səsimizi səsləndirmirlər, bunlar bizim problemlərimizi səsləndirmirlər. Biz növbəti seçkilərdə nəyə görə bunlara görə döyülək, bunlara görə mübarizə aparaq, bunlara görə bizi, nə bilim, təhdid eləsinlər, tutsunlar və s. Ona görə də insanlar məhz müxalifət partiyalarından çox uzaqlaşdılar. Həmçinin müxalifət partiyalarının mərkəzi idarəçiləri bizim regiona lazımi diqqəti göstərmirdilər, kənardan baxırdılar, bəzən təhlükə olaraq görürdülər, nə bilim, bəzən başqa nöqteyi nəzərdən baxırdılar və onlar bütün dəstəklərini itirdilər və biz keçən ilki seçkidə gördük ki, bütün Gürcüstanda onlar yaxşı nəticələr göstərsələr də bizim regionda çox ağır nəticələr göstərdilər. Bu il ümumiyyətcə, yəni demək olar ki, 0% onlara səs verildi. Keçən ilki seçkilərdə bizi günahlandırırdı müxalifət partiyaları, mən yaxşı xatırlayıram. Misal, Nino Dolidze gəlib Marniyulidə bizə Anadolidze bağışlayın. Anadolidze gəlib Marniyulidə Azərbaycanlara ağıl vermək istəyirdi. Hansı ki, Anadolidzenin partiyası 1% səs belə Gürcüstan maştabında səs yığa bilməyib və Lelo partiyası onu sadəcə ikinci yerə yazmışdı. Yəqin ya qadın olduğuna görə, ya nə bilim, nəsə Xazaradze ona hörmət eləmişdi. Nəyə görə bilmirəm. Yəni, belə bir şəxslərin gəlib bizə nəsə ağıl verməyə çalışmaları, bizə yuxarıdan aşağı baxmaqları bizim çox xoş deyil və insanlar, vətəndaşlar bizim hər şeyi bilirlər, görürlər və buna görə də qiymətləndirirlər. Yəni düzdür, mən özüm də bəzən ictimaiyyətdə biz xalqı günahlandırırıq ki, səsini satırsan, xalqı günahlandırırıq, səs çıxarmırsan. Amma xalq bir gün bizə qayıdıb deyə bilər ki, qardaş, mən səsimi 2016-cı ildə çıxartdım, 2018-ci ildə çıxartdım, 2020-ci ildə çıxartdım. Nə oldu? 2020-ci ildə biri də mən nə qədər mübarizə apardıq. Mənim mübarizəm nəticəsində Abdullah İsmailov parlamentə girdi, mənim səsimlə girdi. O nə etdi? Nə iş gördü? Yoxmu? Hansı bir problemimizi səsləndirdi? Mən növbəti seçkilərdə hansısa bir şəxs üçün nə üçün mübarizə aparım? Niyə mübarizə aparım? Yaxşı, mübarizə apardım. Bu da gəlsə, yenidən Abdullah İsmailov kimi heç bir iş görməsə, yenidən mən 4 il itirirəm. Yoxmu? Ən yaxşısı mən sakit oturum, heç kimlə dalaşmayım, heç kimlə də problemim olmasın.
heç bir də məni incitməsin. Gedim səsimi də hakim partiyaya verim, kirmicdə durum. Hakim partiyanın təmsilçiləri necə səni qane eləyirmi doğru? Hakim partiyanın təmsilçiləri də təbii ki də belə deyim, Abdullah İsmailov baxanda yaxşıdılar onlar. Onu mən qeyd etdim. Məsəl üçün Zaur Darğalı deputat olaraq sizin burada intervyu verib. Bəli. Aktual C-də intervyu verib. Nə bilim, başqa hansısa kanalda ildə bir dəfə də olsa çıxıb çıxış eləyib. Nə bilim, insanların içinə çıxıb. Sağlam Mirzəyev insanların içinə çıxıb, xeyirdə, şərdə görünüb. Abdullah İsmailov biz bir dəfə belə görmədik. Söhbət bizim regiondan seçilən deputatlardan gedirsə də. Qaha Ukriyaşvili biz qeyd edə bilərik. Qaha Ukriyaşvili nə etdi? Yəni Bolnisin də məhz Bolnisdə də majoritar idi, düzdür, uduzdu, amma Bolnisdə ona səs verən insanlar var idi. O insanlarla neçə dəfə görüşdü? O insanlara nə qədər dəstək oldu? O insanların problemlərini parlamentdə neçə dəfə səsləndirdi? Heç bir dəfə səsləndirmədi və insanlar olaraq biz bunu görürük vətəndaşlar olaraq və müqayisə eləyirik. Yəni Zaur Darğalı bir tərəfdə, Qaha Ukriyaşvili ilə Abdullah İsmailov da bir tərəfdə və biz bunu artıq belə deyək, müxalifətə səs verən insanlar digər başqa bir yerdə bu iki insanları Zaur Darğalı ilə Savalan Mirzəyev və o birisi şəxsləri müqayisə eləməyə belə çəkinirlər. Çünki bir intervyular belə yoxdur. Regionla bağlı bir problem belə səsləndirmir. Parlamentdə hansı problemi? Parlamentdə hansı problemlər səsləndiriblər? Hansı bir çıxışları var? Nazirə hansı bir sual veriblər? Baxın, biz neçə ildir regionda uşaq bağçaları problemlərindən danışırıq, elə deyilmi? Bizim regiondan seçilmiş parlamentdə hansı bir müxalifət nümayəndəsi bizim problemlərdən danışır? Baxın, Taryel Nakaidze Acaradan seçilmiş. Taryel Nakaidze bizim problemlərlə bağlı danışırdı. Amma bizim regiondan seçilmiş deputatlar bizim problemlərlə bağlı danışmırlar. Yəni bu bir faciədir insanlar üçün. Taryel həqiqətən belə deyək, hakim partiyanın nümayəndələrindən də çox danışırdı. Problemləri gündəmə gətirirdi. Yəni ona görə insanlar bizim bölgədə müxalifətə olan inamı itdi və indən belə də çətin ki düzələr. Yəni çox çətin ki, indən belə artıq müxalifət partiyaları bizim bölgədə nəsə bir dəstək qazanırlar. Bu çox çətindir. Yəni müxalifətin öz daxilində belə ciddi reformaya ehtiyac var. Mütləq şəkildə onlar öz daxilində reform etməlidirlər. Onlar mərkəzdə əsasən, mərkəzin baxışı regionlara dəyişməlidir. Yəni düzdür, yerli burada partiya nümayəndələri hamısı çalışırlar, hamısını tanıyırıq, söhbət eləyirik. Bilirik ki, onlar çalışırlar, onların səmimiyyətinə də mən şübhə eləmirəm, amma partiyaların mərkəzində problemlər var. Partiyanın mərkəzi mütləq şəkildə regiondakı belə deyək, proseslərə baxışını dəyişməlidir, insanlara baxışını dəyişməlidir və regionla bağlı artıq yeni bir planlar ortaya təqdim etməlidirlər. Aydındır bəy, amma bütün ehtimallara rəğmən hər bir ölkədə sağlam müxalifətə daima ehtiyac olub. Çünki sağlam müxalifət olduğu zaman belə deyək, ölkədə bir rəqabətlilik ola bilər, ölkədə siyasi bir rəqabətlilik olur və istər-istəməz müxalifət hakimiyyəti tənqid edir, onun qüsurlarını ortaya qoyur və belə deyək də hakim partiyanı rahat düşməyə imkan vermir və belə olan halda da vətəndaşların, sanki müxalifət vətəndaşların mövqeyi tərəfindən çıxış edir və belə olan halda artıq müəyyən proseslərin daha da sürətləndirilməsi, iqtisadi məsələlər, sosial məsələlər və s. bunlar daha da sürətləndirilmiş ola bilər. Əlbəttə ki, bu sağlam müxalifətdən söhbət gedir, yalnız öz mənafeyini düşünməyən müxalifətdən gedir və ümid eləyək ki, doğrudan da gələcəkdə bizim ölkəmizdə də bu cür insanları düşünən müxalif partiyalar olacaq və bu dediyimiz problemləri doğrudan da gündəmə gətirəcəklər ki, bu problemlər həqiqətən öz həllini tapsın. Mən sizə təşəkkür edirəm. Yarım saat ərzində ümid edirəm bir çox nöqtələrə diqqət etdik. Son olaraq fikriniz varsa? Son olaraq fikrim, yəni bizim ölkədəki müxalifət ümumiyyətcə sizin son cümlənizdən biraz müxalifətin sanki biz əksinə kimi bir kontekst çıxarılmağını istəmirəm. Sadəcə olaraq müxalifətin mən istəyirəm bizim regiona baxışı dəyişsin, bizim regionda olan fəaliyyətlərini biraz gözdən keçirsinlər, bizim regionda olan nə əməllər eləyirlər, nə bilim, nə işlər görürlər və s. Xüsusilə son seçkiləri onlar yaxşı dəyərləndirməlidirlər, mənim fikrimcə hələ dəyərləndirməyiblər və o dəyərləndirmədən sonra yenidən regionda fəaliyyət onlar göstərməlidirlər. Aydındır. Təşəkkür edirəm gəldiyiniz üçün bir daha. Çox sağ olun. Sağ olun. Əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Növbəti həftə sonu görüşmək ümidi ilə sağ olun, salamat.